Azərbaycan və Ermənistan günü-gündən sülhə daha da yaxınlaşır, tərəflər bu istiqamətdə addımlar atır, rəsmi şəxslərin görüşləri baş tutur, müəyyən bəyanatlar səsləndirilir. Hökumətlərlə yanaşı hər iki xalq da artıq müharibə səhifəsini çevirib, sülh və sabitlik arzulayırlar. Lakin Ermənistanda vəziyyət biraz fərqlidir. Belə ki, qarşıdan gələn seçkilər regionun gələcək təhlükəsizlik arxitekturası baxımından ciddi əhəmiyyət daşıyır. Bu prosesin mərkəzində isə Nikol Paşinyan və revanşist qüvvələr dayanır. Son illərdə Ermənistan siyasətində formalaşan əsas xətt sülhpərvər yanaşma ilə revanşist ritorika arasında gedən mübarizə kimi xarakteriz olunur. Mövcud baş nazir Nikol Paşinyan artıq açıq şəkildə sülh gündəliyini prioritet kimi təqdim edir. Onun çıxışlarında səsləndirdiyi fikirlər, xüsusilə sərhəd bölgələrində həyatın normallaşmasına dair verdiyi nümunələr bu yanaşmanı konkretləşdirir. Paşinyan bir neçə gün əvvəl qeyd etmişdi ki, bugün Kiransda yerləşən məktəbin şagirdləri Azərbaycandan 50 metr məsafədə dərsə gedir, 30 metr məsafədə futbol oynayırlar. Sülh budur. Əslində Paşinyan müharibədən əvvəl tam mənada sülhpərvər siyasət yürüdən lider kimi xarakterizə olunmurdu. Onun hakimiyyətinin ilk illərində ritorika daha sərt və kompromisə az meyilli idi. Lakin 44 günlük müharibədən sonra yaranan geosiyasi reallıqlar Ermənistan siyasi elitasını seçim qarşısına qoydu. Bu reallıqla barışmaq və ya əvvəlki siyasəti davam etdirmək. Paşinyan birinci yolu seçərək daha praqmatik xəttə yönəldi və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa başladı. Yəni, Ermənistan əvvəlcə reallıqla barışdı, ardınca isə Azərbaycanla. Vətən müharibəsi və terror tədbirlərində Azərbaycanın böyük zəfəri ilə yaranan yeni reallıqda formalaşan bu sülh təşəbbüsləri Azərbaycanlıdır. Yəni, bugün əgər bölgədə silahlar susubsa, bugün artıq Azərbaycan və Ermənistan təmas xəttində insanlar ölmüşsə, bu o deməkdir ki, yalnız və yalnız Azərbaycanın rəhbərliyi, Azərbaycan prezidentinin liderliyində yaranan yeni reallıq bunu diktə edir. Və Ermənistan da artıq bu proseslərə tədricən Azərbaycanın direktivləri əsasında səs verməsi bu təbii ki, sevindiricidir. Ermənistan liderinin, o cümlədən də Ermənistanın ayrı-ayrı rəsmilərinin ritorikasında biz daha çox sülhə meyilli bəyanatlar hiss edirik. Paşinyan bugün sülhün, Azərbaycanla əməkdaşlığın tərəfdarı kimi çıxış edirsə, əks qüvvələr, digər qüvvələr bölgədə daha çox militarist hava ortaya qoyur və təsadüfi deyil ki, Paşinyan özü də onları Azərbaycanla yeni bir qarşı durmaya səbəb olacaq güclər kimi təqdim etməyə çalışır. Hazırki mərhələdə sülh prosesi tam sabit və geri dönməz xarakter daşımır. Danışıqlar davam etsə də daxili siyasi faktorlar bu prosesi birbaşa təsir altına alır. Xüsusilə seçkilər ərəfəsində sərt bəyanatların artması ehtimalı sülh gündəliyinə müəyyən təzyiqlər yarada bilər. Bununla belə mövcud reallıq onu göstərir ki, regionda uzun müddətli sabitliyin təmin olunması üçün alternativ yoxdur. Qarşıda Ermənistandan seçkilər gəlir. Və hələ də erməni cəmiyyətində, erməni siyasətində və erməni parlamentində sülh prosesinə siyasi alət kimi baxmaq istəyən qüvvələri var. Mövcud reallıq ondan ibarətdir ki, bugün Azərbaycan və Ermənistan arasında siyasi səviyyədə sülh ritorikası mövcuddur. Azərbaycanın bu istiqamətdə aydın direktivləri mövcuddur. Cənab İlham Əliyevin təşəbbüsləri üzərində qurulan sülh prosesi bunların hamısını əhatə edir. Amma təbii ki, Ermənistandan gələn reaksiyalar da maraqlıdır və Paşinyanın istərsə də Ermənistanın ayrı-ayrı rəhbər şəxslərin son ritorikaları bu mənada qənaət bəxşdir və revanşist iddialara, o cümlədən ayrı-ayrı bölgə üçün arzu olunmaz nəticələrə gətirib çıxaran bəyanatlara mümkün qədər yol verilməməsi Ermənistanın sülh təşəbbüslərinin bugün hesab edirik ki, əsas sütunları kimi çıxış etməkdədir. Nəticə itibarilə Ermənistanda keçiriləcək seçkilər ölkənin gələcək strateji istiqamətinin sülh və inteqrasiya yolu ilə inkişaf yoxsa daha riskli və qeyri-müəyyən siyasi kurs arasında seçimidir. Bu seçim isə birbaşa olaraq həm Cənubi Qafqazın gələcək siyasi mənzərəsini, həm də Ermənistanın taleyini formalaşdıracaq.